Bismillahirrahmanirrahim. Rabbi şrah li sadri ve yessir li emri ve ahlul uqdeten min lisani yefqahu qawli. Allahumme la sehla illa ma cealtehu sehla ve ente tec'alel hazne iza şi'te sehla. Es'elullahal azim ve rabbel arşil azim en yuqaddira lana hayran ve tevfiqan ve ihlasa. Deməli, keçən dəfə biz harda qaldıq? Qədərin mərhələlərini keçdik və misallar gətirdik. Ümumi bir də məsələ var. Cəbrail hədisində yazısı gəlir: "Və en tu'mina bil qadari xeyrihi və şerrihi." Birinci dərsdə Cəbrail hədisində və qədərin xeyrinə və şərrinə iman etməyi vacib edib Allah Subhanahu taala. Cəbrail hədisində bizə belə xəbər çatır. Yaxşı. "Və en tu'mina bil qadari xeyrihi və şerrihi." Başqa səhih hədisdə: "Və şerru la yunsabu ileyh." Və şər ona nisbət olunmur. Yaxşı, bu iki şeyin arasında nə tərcümə etmiyorlar? Bax, ya axil fadil, iman edirsən ki, iman altı şərlərindən biri də tün şər və xeyr Allahdandır. Yəni gecə vaxtı qaçın ağzını açma ki, ruzu qaçar, söhbəti yoxdur. Şər Allahdandır. Qara pişik iki məhəllənin arasına keçdik, bütün vasmoyu kuruq eləmək lazımdır, elə şey yoxdur. Şər Allahdandır. Aydındır. Qaşıq çəngəl yerə düşdü, qonaq gələcək, elə şey yoxdur. Şər Allahdandır. Aydındır. Yəni hədisin zarı göstərir ki, şər və xeyr Allahdandır. Və eyni zamanda iman etməlisən ki, və şerru la yunsabu ileyh. Şər ona nisbət olmur. Sanki bir hədis xeyr və şər Allahdandır, ikinci hədis şərsə ondan deyil mənasına gəlir. Yaxşı. Kim bu ziddiyyəti arasını qaldıra bilər? Şəri iradəsi var. Allah'ın şəri iradəsi var, bir də kavmi iradəsi var. Yəni Allah Teala la yuridu bikumul yusra deyir. Usra və la yuridu. Gözəl, gözəl. Diqqətlə qulaq asın. Allah Teala şər istəmir. Allah Teala şər istəmir. Aydındır. Ancaq Allah Teala yaratıb bunu. Məxluq kimi yaratıb? Ona görə bu məsələyə aydınlıq gətirmək üçün məsələyə belə bir misal çəkək. Var el-Xaliq, xəlq edən. Kimdir o? Allah Subhanahu və Teala. Bir də var el-Məxluq. El-Məxluq nədir? Yerdə qalan bütün. Yerdə qalan bütün. Əhsənt, barakallahu fik. Yəni el-Xaliq huwa Allah Subhanahu və Teala. Xaliq Allah Cəllə Cəlaluhu. Məxluq mən dune siva. Ondan başqa olan hər bir şey məxluqdur. Arş məxluqdur. Kürsi məxluqdur. Aydındır? Hər şey məxluqdur. İnsanlar, cinlər, heyvan və s. Nə ki Allahdan başqa hər şey varsa hamısı məxluqdur. Oldu? Bu məxluq Xaliqin mülküdür. Oldu? Bu məxluq Xaliqin mülküdür. Və bu mülk Allah Subhanahu Teala yanında başdan ayağa xeyirdir. Heç nəyə şərdir. Aydındır? Və bu mülkün içində bu mülkün bir hissəsinə, digər hissəsi şər və xeyir kimi göstərilir. Misal üçün insanlar üçün. Atan öləndə sən üçün şərdir. Müsibət başa gəlir. Ancaq Allah qatında bu şər iş deyil. Allah Taala'nın adi bir vəzifəsidir. Mülkü verdi və aldı. Aydındır? Mülkü verdi və aldı. Bu şər iş deyil ki, Allah Taala şər işlər görən deyil. Yəni o mənada Allah Subhanahu Teala şər işlər görən deyil. Və şerru la yunsabu ileyh. Şər ona nisbət olmur. Allah Taala şər işlər görmür. Aydındır? Allah Taala səni zəngin elədi. Ya axil fadil. Allah Taala səni zəngin elədi. Oldu. Və bir müddətdən sonra sənə verdiyi zənginliyi sən əlindən aldı. Bu səndən gedən zənginlik şərdir sənin üçün. Sənə belə görür. Zahirən elədir. Ancaq Allah qatında li hikmətin bəliğə. Məlum olan bir hikmətə görədir. Allah verdi və istədi, aldı və orada bir hikmət var. Hikmətlərdən biri misal üçün səbir edərsən, şükür edərsən, cənnəti verəcək. Aydındır? Ancaq zahirdəki dünya əhkamlarının o şərdir. Birdən insan iflasa uğruyor. Şərdir. Aydındır? O mənada və şerru la yunsabu ileyh. Yəni Allah Taala şər işlər görən deyil. Və eyni zamanda xeyir və şər Allahdandır. Yəni misal üçün evdən çıxdım, gördüm ki, bayquş quvulduyor. Aydındır? Aydındır, tatayyur haramdır bizdə tatayyur. Yəni quşlarla falan baxmaq, sınamaq. Aydındır? Deyirik ki, xeyir və şər Allahdandır. Qoy ququldasın 10 dansı da yanında bu dağın üstündə olsun. Aydındır? Heç bir ziyan verə bilməz. Aydındır? Mən çıxacağam, eşə gedəcəm. Şər Allahdandır. Başa düşdün? Yəni əgər nəsə baş verəcəksə müsibət, Allah Taala'nın iradəsinin içində olacaq. O quş heç nə elə bilməz. Aydın məsələ təfsilat verə bildim. Ona görə bu məsələni daha gözəl başa düşmək üçün sadəcə bu ayət-i kəriməni əzbərləmək lazımdır. Qaulullah Subhanahu Teala: "Qulillahumma malikal mulk, tu'til mulka man təşə'u və tenzi'ul mulka mimmen təşə' və tu'izzu man təşə'u və tuzillu man təşə'u biyədikəl xeyr." El-cavab: biyədikəl xeyr. İnneke ala kulli şey qadir. De ki Allah, sən mülkün sahibisən. İstədiyinə verirsən. Bu nədir? Xeyr. İstədiyinə alırsan. Qula görə, məxluqa görə bu nədir? Şər. Aydındır? Tu'izzu men təşə. İstədiyini izzətli edirsən. Bu nədir qul üçün? Xeyr, xeyr. İzzətli edirsən. Və tuzillu men təşə. Sonra zəlil edir. Bu da qul üçün şərdir. Ancaq Allah Teala qatında hikmət, məlum olan hikmətə görədir. El-cavab: tu'izzu men təşə və tuzillu men təşə'u biyədikəl xeyr. Allah Teala sonra deyir ki, və xeyr onun əlindədir. Yəni bu olanlar hamısı misallara çəkilən misallar Allah Teala əlində bir xeyirdir.
Biyedikel hayr. Ey Allah'ım ve sen elinde hayırdır. Ayetin anası aydındır. İnneke ala kulli şeyin kadir. Hakikaten sen her şeye kadirsin. Bu ayet hem bu meselenin yani izahatı için en güzel değerlerden biridir. Ve hemçinin biz qeyd elədik ki, geçen derslerde ehl-i sünne vel cema'a etiqad edir ki Allah Teala her şeyi yazıp cennet ehlinin cennette olmasını ve cehennem ehlinin cehennemde olmasını sadece ehl-i sünne vel cema'a bu meselede neyinir? Deyir ki Allah Teala bilib, aydındır bilib. Allah Teala bilib ki ne var, ne olacak ve olsa necə olacaq. Olmasa necə olacaq. Və bu Allah Teala'nın Subhanahu ve Celle Celaluhu'nun kamil sifətindendir. Və sən məxluq Allahu Teala'da bunu təqsir görməməlisən ki Allah Teala kamildir bilməyində. Onun bilməyindən heç nə qaçmır. Burada qəbahət yoxdur. Ədaletsizliklə heç bir əlaqəsi yoxdur. Allah Teala'nın bilməyi mütləqdir. Bütün sifətləri kimi kamildir. Aydındır. Allah Teala biləndən sonra bunu yazır. Yazır. Hikmətlər var. Ne üçün yazdı? Hikmətlərdən biri qüdrətli mələkləri göstərmək üçün. Baxın, görün mən necə bilmişəm. İndi gör necə mən yazdığımdan qırağa çıxmayacaq. Aydındır. Mələklər bilmir axırı nə qutaracaq. Ancaq Allah Teala bilir, sonra yazdı və göstərdi onlara. Və mələklər baş verməyincə ola bilsin göstərilmir. Biz ki, lövh-ü məhfuzə hər mələk yaxınlaşmır. Bizə olan məlumatlara görə vallahi alim ancaq Cibrilə icazə verilir ora gəlməyə. Məhdud bir hallarda hər hansı bir risaləni, hər hansı bir peyğəmbərə göndərmək üçün. Və bizdə olan məlumatlara görə doğrusu Allah bilir, heç kim ora baxa bilmir mələklərdən. İllə Allahumma, Allah Teala istədiyini eləyir. Aydındır. Və Allah Teala'nın hikməti var ki, Allah Teala bildiyini yazdı. Mələklər dedilər ki, qalu subhanəkə la ilmə lənə illə mə allamtənə. Dedilər, ey münəzzəh və pak olan Rəbbimiz, biz heç nə bilmirik nəyə ki biz öyrətməmisənsə. Nə öyrətmirsən ancaq onu bilirik. Və onlar bildilər ki, Allah Teala nələri bilir yazmaq, aydındır. Bu yazmaq o deməkdir ki, Allah Teala səni deyir ki, zorla cəhənnəmə girməlisən. Sən də zorla cənnətə girməlisən. Seçən sənsən. Və Allah Teala bilir sən nə seçmisən. Və Allah Teala'nın bilməyi nədir? Yazılıb, Allah Teala yazıb onu. Allah Teala bilib, sonra yazıb, sonra nə edib, sonra istəyib. İstəyib və yaratıb. Və bütün yaratılış proqramı Allah Teala'nın bilməyi, yazmağı, istəməyi üzərində icra edilib. Xalq edilib və gedib. Öz əharı ilə aydındır bu məsələ deməli bütün keçdiyim dərsin xulasa müqəddiməsi. Ona görə burada mövzu yəni belə bir bölməni açılır. El-muhalafun lil-haqqi fi babil qadar. Qədər məsələsində olan müxaliflər. Çünki İslama nisbət olan firqələr var ki, qədərdə problem çıxardıblar. Müxalif yəni qədərin əksinə gedənlər, qədəri inkar edənlər və s. Veyahut qədər təvil edənlər. Diqqətlə baxın. Bismillahirrahmanirrahim. El-muhalifun lil-haqqi fi hadal bab kathirun wal-inhiraf fi hada qadim. Qədir məsələsində müxalif olanlar, ziddiyyət təşkil edənlər, onu inkar edənlər və ya onu qəbul edəməyənlər, ona nəsə fəlsəfə qoşanlar həddindən artıq çoxdur. Və bu məsələdə inhiraf, yəni pozuntu qədimdəndir. İlk dəfə kim bunu edib, kim deyə bilər? İblis. Barakallahu fik. İblis ilk dəfə qədərdə problem çıxardan odur. Burada çoxlu faydalar var. Qədərdə problem çıxardanlar onun tayıdır. Aydındır. Qədərdə problem çıxardanlar onun tayıdır. Çünki o problem çıxardı və qədərdə problem çıxardanlar adətən nədən bu meydana gəlir? Narazıçılıqdan, nankörlükdən, etirazdan, isyandan. Aydındır. Niyə bir oldu? Nə üçün oldu? Çünki biz buna qabaq həsəd şeirini keçdik. Fikir verirsiniz, yazıcı gəlir. Neymət, həsəd, izzət, qüdrət vermək, Allah'tan alması və s. Tevhid rububiyyə s. Onu dedi ki, bədə ma'a iblis hinə zəamə husulə at-tanaqud beynə şərዕ vəl-qadar. Fəqal Allah subhanahu wa ta'ala qalə əscudu limən xalaqta tinə. İlk dəfə bu inhiraf, bu pozuntu iblis ilə baş verdi. O zaman ki o qədər ilə hökm arasında ziddiyyat gördü. Və dedi ki, Allah subhanahu wa ta'ala ondan hekayətən qalə əscudu limən xalaqta tinə. Torpaqdan, gildən yaratdığın bir şeyə mi səcdə edəcəm? Və qal ənə xayrun minhu xalaqtani min narin və xalaqtahu min tin. Həmçinin Allah subhanahu taala hekayətən an iblis belə buyurur ki, o elə dedi. Mən ondan daha xeyirliyəm. Məni atəşdən, onu isə torpaqdan yaratmısan. Sad surəsi 76-cı ayət. Thumma hasal inhiraf indəl müşrikin qal. Ondan sonra inhiraf, məsələdə pozuntu, narazıçılıq hansı cəmiyyətdə, hansı bir ictimaiyyətdə oldu? Müşriklərdə. Məkkə müşriklər nə dedi? Seyəqulullezine əşraku ləv şəəllahu mə əşrakna və lə əbəuna və lə harramna min şey. Müşriklər belə deyirlər. Allah Teala istəsəydi, biz müşrik olmazdıq. Nə də bizim atalarımız, nə də ki biz haram işlər görməzdik. Yəni onlar Muhammed sallallahu aleyhi ve sellemin risalətini qəbul eləməmək üçün öz dilləri ilə özlərini nədir? Tora salırlar bilədək və deyirlər ki, yəni
biz müşrik və müşrikdə qalmaq istəyirik, sanki qədərdə etiraz edirlər. Allah Taala belə istəyib, eləsə qoy biz müşrikdə qalaq. Allah Taala istəsəydi biz müşrik də olmazdıq, nə də bizim atalarımız, nə də heç bir şey haram eləmək istəyəcək. Öz dilləri ilə haqq onlara çatandan sonra haqq onlardan məhbus və məhcur deyil. Onlardan yəni haqq qadağan edilməyib. Haqq onlara bəyan oldu. Allah Resulü sallallahu əleyhi və səlləm bizzat dili ilə özü birbaşa onları dəvət edir. Düzdürmü? Deyirlər ki, yox, biz müşrik qalaq çünki Allah Taala belə istədi. Allah Taala istədi ki, peyğəmbər sallallahu əleyhi və səlləm gəlib sizə haqqı başa salsın. Siz istəmirsiniz. Aydındır? Elə isə peyğəmbər sallallahu əleyhi və səlləm onlarla mübahisə eləməsi və onların onun müqabilində bu sözü deməsinin mənası nə deməkdir? Yəni artıq onlar nədir? Haqq onlara çatdı və Allah Taala onları məcbur eləmədi ki, onlar müşrik olsunlar. Onlar özləri istəyirlər ki, müşrik olsun. Və Allah Taala bilirdi, öz əzəli elmi ilə onlar müşrik olacaqlar. Aydındır? Vəl məqsud ennel inhiraf qadim fil qadar. İnhiraf qadim fil qadar, yəni burada məqsəd aydındır ki, bu məsələdə pozuntu, çaşqınlıq çox qədimdir. Və akbarul inhiraf fil qadar təmsiluhu firqatan. Qədər məsələsində iblis müşriklərdən sonra İslam ümmətində olan ən böyük inhiraf iki təriqatda baş verib. Əl-qadariyyətu vəl-cibriyyə. Əl-qadariyyə vəl-cibriyyə. Sonra buradan başqalara qaynaqlanır və əqidələrini onların əqidələrinin üzərində bina ediblər. Baxın, əl-firqatul ula, əl-qadariyyə. Birinci firqa qədəriyyə firqası. Hum nufatul qadar. Onlar qədəri ümumən inkar edirlər. Aydındır? Və iki qismə bölünürlər. Və qismə ilə qisməyin. Əl-qism əvvəl əl-mütəqaddimun və hum gulatul-ləzīnə nəful ilm vəl-kitabə fadlan an məşiyyəti vəl-xalq. Həmin bu əl-qadariyyə, nufatul qadar, qədəri inkar edənlər iki qismə bölünürlər. Onların etiqadı nədir? Onlar kimlərdir əvvəlcə? Onlar gulat ən böyük qədərlərdir. Qədərlər, yəni qədər adı ilə onları adlandırmaq əks məna daşır əslində. Əslində əks məna daşır. Yəni qədəri inkar edənlər, əl-qadariyyə, qədəri inkar edənlər. Sadəcə onları tanımaq üçün əl-qadər sözü adı onlara nisbət olma, əslində onlar qədəri inkar edirlər. Və onlar gulat, həddi aşanlardılar. Nə edirlər? Onlar nəinki Allah Taala'nın yazmasını və bilməsini inkar edirlər, nəinki Allah Taala'nın bilməsini və yazmasını inkar edirlər. Aydındır. Nəinki Allah Taala'nın məşiyyəsini, yaratmasını, qədərməsini inkar edirlər. Həmçinin Allah Taala'nın bilməsini və yazmasını inkar edirlər. Aydındır. Yəni qədərin 4 mərtəbəsinin 4-ündə inkar edirlər. Beləliklə bunlar gulat əl-qadariyyə, qədəriyyə babında olan ən böyük inhirafa, pozuntuya baş verən, yəni məruz qalmış insanlardır. Və haulellezina zaharu fi awakhir ahdi sahabə. Və bunlar sahabələrin, yəni axır zamanında meydana gəlmişlər. Və qad kəffərhumus salih. Sələf-i salih yəni sahabələr və onlardan sonra olan Peyğəmbər sallallahu əleyhi və səlləm mənhəcində olan hər bir kəs onları kafir görür, İslamdan görmür, qadariyyə. Çünki bunlar qədəri inkar edirlər. Qədəri inkar etmək Allah Subhanahu taala'nı inkar etməyə tamamilə bərabərdir. Çünki Allah Taala bilir. Onlar deyir ki, sanki şeylə çıxırıq bilmir. Bildiyini yazıb, sanki deyirlər ki, yazmayıb. Allah Taala istəyib, sanki deyirlər ki, istəməyib. Və Allah Taala bundan sonra istədiyi və yazdığı və bildiyi üzərində xərq edib. Sanki bunlar hamısı inkar edirlər və bunu isbat edən gələcək İbn Qayyimin sözləri ki, neçə dəlillər var. Sanki onlar Qur'anın yarısından çoxunu inkar eləmiş olurlar. Ona görə beləliklə İslam dairəsindən qırağa çıxmış olurlar. Fa'inde Muslim en Yahya bin Ya'mar qal كان أول من قال في القدر بالبصرة معبد الجهني. Cami Ulum el-Hikam kitabında həmçinin Muslim deyir ki, rahimehullah cəmi, Yahya bin Ya'mar belə deyir ki, qədər məsələsində ilk, yəni müşkilə çıxardan insan Basrada idi və adı onun Ma'bad el-Juhani idi. Ma'bad el-Juhani. Thumma sa'ala Abdullah bin Umar. Abdullah bin Umar onun haqqında soruşur. Və dedilər ki, innəhu qad zahara qablana nasun yaqraunal Qur'an. Dedilər ki, ey Umar, Umarın oğlu Abdullah bin Umar radiyallahu anh. Dedi, bizdən əvvəl belə bir tayfə meydana gəldi. Allahın Qur'anını oxuyurlar, kitabını oxuyurlar və abidlər, zahidlər, belədilər, helədilər və qədəri inkar edirlər. Onlar haqqında deyirsən, yəz'umun əllə la qadar. Yəz'umun əllə qadar. Ey Abdullah bin Umar, onlar zənn edirlər ki, qədər yoxdur. Və ennəl umur unufun qala fə izə laqitə فَخْبِرْهُمْ أَنِّي بَرِيءٌ مِنْهُمْ. Abdullah bin Umar dedi ki, onları görsən, de ki, Abdullah bin Umar onlardan uzaqdır, onlar da Abdullah bin Umardan uzaqdılar. Yəni, dində bizim heç bir əlaqəmiz yoxdur. وَأَنَّهُمْ بَرِيءٌ مِنِّي وَالَّذِي يَحْلِفُ بِهِ عَبْدَ اللَّهِ بِنْ عُمَرْ لَوْ أَنَّ لِأَحَدِهِ مِثْلَ أُحُدْ ذَهَبًا فَأَنْفَقَهُ مَا قَبِلَ اللَّهُ مِنْهُ حَتَّى يُؤْمِنَ بِالْقَدَرِ. Abdullah bin Umar deyir ki, və çatdırır ki, onlara Abdullah bin Umar and içir ki, onlardan biri Uhud qədər qızıl xərcləsə
Allah Teala onlardan qəbul etməyəcək ta ki qədərə iman etməyəcək. Məsələ nə qədər ciddi olmasını göstərir. Aydındır qədər məsələsi. Thumma haddasahum İbn Umar bi hadis Cibril at-tawil. Sonra İbn Umar onlara nə göndərir? Cibril hədisini göndərir ki, bu hədisi onlara danışır. Aydındır? Və lem natil el-kelam havla hadihi at-taifa min nufat al-qadariyyə li'annaha qad talashat və lem ya'du fil-muntasibat ila al-millə neyse ilə axır şey. Şeyx deyir ki, bunlar haqqında çox danışmağa ehtiyac yoxdur. Çünki baxmaq İslam'a nisbət olan insanlar əslində sələf-i salih onları İslamdan görmür. Çünki onlar böyük bir müşkiləyə qapı açıblar. İkinci qism el-qism el-thani və hum el-munkirun kevn ef'al ibad daxilatun taht meşiyetillah və xalqihi. İkinci qism onlar da inkarcılardılar. Qədər inkar edirlər. Qədərdə nə inkar edirlər? Baxın, kevn ef'al ibad daxilat taht meşiyetillah. Onlar qulların feillərinin Allahu Teala'nın iradəsi altında olmasını inkar edirlər və Allah Teala bunların feillərinin yaradıcısı olmasını inkar edirlər. Aydındır? Və haula humul mu'tezilə. Kimdir bunlar? El-mu'tezilə və rafiza. El-rafiza onların etiqadı, bu məsələdə etiqadı mu'tezili qaynağından götürülüb. Yəni onlar əqidədə tamamilə qardaşdılar. Aydındır? Ona görə elə mu'tezilərini açsaq aydın olacaq ki, söhbət nədən gedir? Və haula عندهم غلو في جانب إثبات الأمر والنهي və bu hər iki tərəfdə غلو, həddi aşmaq var. Nə də bir şeyin baş verməsində və yaxud olmamasında. Vəl-vəd vəl-vəid. Həmçinin Allah Taala'nın vədində və hədələməsində. Və qad zannu enne hada la yetimu illa bit-takzib bil-qadar. Çünki onlar zənn etdilər ki, bu məsələyə işıq gətirmək üçün, bu məsələni düzəltmək üçün mütləq biz qədəri təkzib eləməliyik ki, hətta Allah Taala'ya ədalət sifətini verə bilək. Subhanallah. Yaxşı. Necə olur bu? Və za'amu hada muqtadal adl. Zənn etdilər ki, ancaq belə bir şəkildə biz isbat edə bilərik ki, Allah Subhanahu taala ədalətlidir. Yəni onlar nə zənn etdilər? Dedilər ki, qədəri təkzib edək. Qədəri inkar edək, hətta Allah Subhanahu Taala'nın ədalətli olmasını qəbul etmək üçün. Yəni dedilər ki, filan kəs filan meydanda ölməmişdən qabaq Allah Taala bunu bilmirdi. Aydındır? Ha vaxt bu baş verdi, döyüş baş verdi, o öldü, şəhid oldu, Allah Taala bildi. Və belə şeylər. Aydındır? Və qəlbə bunların şübhələri var kitab və sünnədən. O şübhələrdən biri də çox qəlbə şübhədir. وَلَوْ عَلِمَ اللَّهُ فِيهِمْ خَيْرًا لَأَسْمَعَهُم. Bu ayəti özlərinə dəlil gətirirlər. Halbuki ayət olan əleyhinədir. وَلَوْ عَلِمَ اللَّهُ فِيهِمْ خَيْرًا لَأَسْمَعَهُم. Əgər Allah Teala onlarda xeyir bilsəydi, onlar eşitdirərdi. Bu ayəti necə başa düşüblər? Bilsəydi sözünü təsəvvürlə heç uşaq belə başa düşmür. Yəni heç mükəlləf olan uşaq belə başa düşmür. Onlar belə başa düşüblər. Bu da Allah haqqında olan suzəndir. Dedi ki: وَلَوْ عَلِمَ اللَّهُ فِيهِمْ خَيْرًا لَأَسْمَعَهُم. Əgər Allah Teala onlarda xeyir bilsəydi, demək Allah Teala bilməyib xeyri, ona görə nə eşitdirib, yəni Allahdan xəbəri olmayıb. Belə başa düşürlər tərsinə. Halbuki sağlam əqidəli insan belə başa düşmür. وَلَوْ عَلِمَ اللَّهُ فِيهِمْ xeyr, bu ərəb dilinin üslubudur. Allah Teala onlarda xeyri görsəydi, bilsəydi, bizdə də bu üslub var qısacası. Bizdə də bu üslub var. Yəni Allah Teala onlarda xeyri görmür, bilmir. Yəni bilir ki, Allah Teala bunlar xeyir əhli deyillər. Aydında onlarda xeyir yoxdur. Bizim dildə deyirlər, onlarda xeyir olmadığına görə Allah Teala onlara haqqı eşitdirmədi. Ərəb dilində bunu belə deyirlər. "Və ləv alimallahu fihim xeyran əsma'hum." Əgər onlarda xeyir olsaydı, aydındır, Allah Teala onlara haqqı eşitdirərdi. Burada da alimə sözü bu mənaya gəlir. Hamı bunu bilir. Bu ərəb dilinin bir üslubudur. Məşhur bir üslubudur. Yəni ərəb belə deyək də, körpə ərəb uşaqdan soruşsan bu mənası nədir? Deyəcək, fitrət nə deyəcək ki, yəni onlarda xeyir yoxdur. Ona görə Allah Teala onları eşitdirməyib. Yəni bunlar niyə belə başa düşdülər? Bu da Allah haqqında olan ya suzəndir, pis zəndir, ya da ki onların başqa məqsədləridir. Vallahu alim bis-savab. Və za'amu enne hadal muqtadal adl wal haqq enne hadal adl allazi za'amuhu ghayra sahih. Və Şeyx rahimehullah deyir ki, şübhəsiz ki onların Allah haqqında düşündüyü bu ədalət məsələsi əsla belə deyil. İz huwa adlun yu'attilu kamalal qudratir rabb vel meşiyyə. Çünki bu şəkildə Allah Subhanahu və Teala ədaləti vəsf eləmək Allah Taala'nın kamil sifətlərini inkar etməsini gətirib çıxardır. Allah Taala'nın bilməsini, aydındır, istəməsini və yaratmasını inkar eləmiş olurlar avtomatik. Özlərindən aslı olmadan belə olur. Niyə görə? Çünki qədər məsələsində, etiqad məsələsində el-aslu fihi et-tevaqquf. El-aslu fihi et-tevaqquf. Etiqad məsələsinin əsli nədir? Susmaq. Hətta yeridə dəlil. Ta dəlil gələnə kimi etiqad məsələsində bütün qapılar bağlıdır. Bütün etiqad məsələyə əxil fadil əsli bağlıdır. Susmaqdır. Ta aydındır, o məsələyə kitab və səhih mənbədən, sünnədən dəlil gələnə kimi. Misal üçün, hədisdə gəlib ki, Cibril aleyhissalamın 600 qanadı var. İnandıq ki, Cibril aleyhissalamın 600 qanadı var. Biri deyir ki, yox, 601 qanadı var. Deyir ki, sus. Çünki etiqad məsələsində hər şeyin əsli susmaq üzərində bina olunur. Tavaqquf, dayanmaq. Hardan 601 götürdün? Deyir, mənə elə gəlir. Deyir ki, sənə qalsın, sənə elə gəlməyin.
Aydındır. Bir də gəldi dedi ki, yox. Mənə elə gəlir ki, 599 qanatı var. Ola bilər. Dedi ki, sus. Çünki bizdə qayda var ki, etiqad məsələlərinin hamısının əsli susmaq və dayanmaq üzərində bina olub. Ta ki, dəlil gələnə kimi. Biri gəldi dedik, yəni bu məsələdə ictihad, qiyas haramdır. Etiqad məsələsində ictihad, qiyas haramdır. Fiqh deyil ki sənin üçün. Fiqh başqadır. Aydındır. Semi'un və ta'ala. Bir də gəldi dedi ki, qiyas elirindi. Səfi. Düşünür ki, madəm ki Cəbrail əleyhissalamın 600 qanadı varsa, elə isə bütün mələklər nurdandır, hamısı da mələk adlanır, o zaman hamısının 600 qanadı var. Dedi ki, sus. Sus. Aydındır. Etiqad məsələsinin hamısının əsli dayanmaq üzərindədir. Bir də gəldi dedi ki, xeyr, mələklərin bəzilərinin 2, bəzilərinin 3, bəzilərinin 4 və bəzilərinin belə müxtəlif qanadları var. Dedi ki, sus. Aydındır. Dedi ki, sus. Hardan götürdün bunu? Dedi ki, yox. Dəlilim var. Fatir surəsi 2-ci ayət. Ca'ilil mələikəti rusulən uli əcnihatin məsnə və thulasə və rüba'. O Allah ki, mələkləri qanat sahibləri etdi. 2, 3, 4 qanatlı və s. Artıq burada susma qapısı qalxdı. İman məsələsi gəldi. İman etdi ki, mələklər arasında 2, 3, 4 və s. qanatlar var. Aydındır. Etiqad məsələlərinin əsli budur. Bu insanlarınsa yəni heç bir usul qaydaları yoxdur. Yəni hava üzərində bina olub bunlar məsələlər. Bunların dinində hər kəs əqli ilə gedə bilər. Aydındır. Yer üzərində neçə milyard adam var? Kim deyə bilər? 6 milyar. 8 milyon. 6-8 coğrafiyanı təkrarlamaq lazımdır. Nəysə. Təsəvvürlə hər kəsin əqli var da. Bunlardan misal üçün yarım milyonu şeydir, ruhu xəstədir. Çıxaq, yarım milyonu misal üçün təsəvvürlə ki, yəni 5 milyard insan var. Hər kəsin də əqli var. Hər kəsin də əqli özünə görə xoşdur. Kimin əqli ilə gedək? Bu din hər kəsin əqli ilə olsaydı din parça-parça olardı. Aydındır. Ona görə əqli ilə aparanlar da onları elə əqli ilə də aparıblar. Aydındır. Ona görə əqil, nəqil gələndə susmalıdır. Nəqil yəni məlumat, nas, kitab və sünnə. Əqil nəqlə təslim olur. Niyə görə? Çünki əqil çoxdur. Ancaq nəqil sabit olan, qat'i olan xəbərdir. Ona iman etmək lazımdır. Əd-dəlil və mə yantiqu anil hava in huwa illa vahyun yuha. Allahın elçisi öz havasından danışmır, öz nəfsindən danışmır. Şübhəsiz ki, ona vəhy olunur. Aydındır bu məsələ. Yaxşı. Və inhiraf haula kəsir fi babil qadar. Və naqtasir kelam fi inhiraf hatini an-nuqtatayn. An-nuqtatul ula yumkinu haula al-qadariyyə an takuna al-af'al ibadi waqi'atun bi məşiyətillah azza və cəll. Bu məsələyə təfsilat vermək üçün bu məsələni iki qismə nöqtəyə bölək. Birinci, bu qədərlər inkar edirlər. Nəyi? Bunlardan bir qismi qulların feillərinin Allah-u Teala tərəfindən olması inkar edirlər. Allah Teala'nın istəyi tərəfindən olması inkar edirlər və deyirlər ki, qul özü hər şeyi yaratır, öz feillərini. Aydındır? Deyir ki, qul bütün feillərini özü yaratır, Allah Teala'nın bundan xəbəri olmur. Hələ də deyirlər, utanmazlar. Allah Teala'nın bundan xəbəri olmur. Qul yeyir, içir, stəkanı qaldırır, götürür, yaşayır. Misal üçün, aydındır, sanki Allah Teala bu şeylərdən heç birindən xəbəri olmur, ta ki bu hər dəfə baş verənə kimi. Elə isə Allah Teala'nın bütün kamil sifətlərini bunlar inkar eləmiş olurlar xəbərləri olmadan. Və yunkiruna aydan an takuna'l hidayət və zalal biyadi. Həmçinin bunlar inkar etdiyi nöqtələrdən də biri hidayətin və zalalətin Allah Subhanahu Taala'nın əlində olmasını inkar edirlər. Məqsədləri nə idi? Məqsədləri gözəllik. Allah Teala'nı adil sifətə vəsf etmək üçün və onun ədalətini qorub saxlamaq üçün. Halbuki nədir? Faydası yoxdur. Niyə görə? Çünki bunlar əsası usulu olmayan etiqad sahibləridir. Onlarda əqil, nəqil üzərinə gələndə nəticəsi bundan artıq olmamalıydı. Çox təbiidir. Və səbəb inhirat ennəhum səvvu beynəl məhəbbəti vəl iradə və assalu fi zəlikə təəsilən vasalu biha ilə mu'təqətəl əl-fəsid. Çünki bunlar nəyin arasını birləşdirmək istəyəndə bu nəticəyə gələ bilər. Yəni istəmək ilə sevməyin arasını birləşdirmək istəyirlər. Deyirlər ki, indi gələcək misallar. Baxın, təəsil əvvəl. Ennəmə aradəhullah fəqat əhəb. Dili qayda qoyduq. Allah Teala nəyi istəyibsə, deməli sevib ki, onu istəyib. Və mə əhəbbəhu fəqat əradə. Və nəyi sevibsə, demək ki, istəyib ki, sevib. İndi söhbətdə baxın nədən gəlir? Misallar. İkinci məsələ. Ənə seyyiət lə yuhibbəhəllah. Və deyir ikinci məsələ odur ki, Allah Teala pis işləri sevmir. Dəlil də gətirirlər. Və lə yarda li ibadihil kufur. Və o, qullarının kafir olmasını istəmir. Aydın deyil. Üçüncü məsələ. Ənə seyyiət fi bəni ədəmə vaqiatun. Üçüncü məsələ ona ibarətdir ki, bu məsələ aydınlıq vermək üçün üç yerə böldük. Üçüncü məsələ ondan ibarətdir ki, Adəmin övladlarında günahlar hasıl olub, baş verib. Və seyyiət lə yuridihullah. Və Allah Teala bu günahları istəmir. Li'annahu la yuhibbuha. Çünki Allah Teala bu günah işləri sevmir. Fəhiyyə idən vaqi'atun bi iradətil abd. O zaman üstəgəl bərabərdir nəyə? Bu feillərin hamısının qullar tərəfindən xəlq olunmasına bərabərdir. Başa düşdünüz misalı yaxın ifadədir. Dedilər ki, aydındır. Əqli nəticəyə gəlir. Əqli nəticə, fəlsəfə. 1 üstəgəl 1 bərabərdir 2 və s. Yəni əqli ilə bölüblər. Dedilər baxın, yenə də başa salaq. Dedilər ki, Adəmin övladları günah işlər görüb. Bu 1. Və Allah Teala günah işləri sevmir. İstəmir ki. Niyə görə istəmir? Çünki o günahları çünki sevmir. İstəmir çünki sevmir. Aydındır?
Nəticə etibarilə eləsə qulların elədiyi bütün əməllər qulların özlərinin əllərinin yaratdığı əməllərdir. Allah Teala bundan xəbər olmur avtomatik. Belə bir fasid əqidəyə gəlib çatırlar. Faqat dəvvənə iradətən Rabb Subhanahu və fərra'u alə həzə ennəl əmrə vəl iradə multəzimani fəmə əmərə bihi fəhuvə yuriduhu və mə aradahu fəhuvə yəmuru bihi. Və hər şeyin əsasında qurdular. Və ki Allah Teala istəyib, onu sevib. Ki istəyib, elə isə onu da əmr edib və o da olub. Əks halda da əks. Aydındır. Və qəribə dəlillər özləri üçün gətirirlər. Nəticədə də Allah Subhanahu Taala'nın kamil sifətlərini inkar etməyi ilə qutarıblar. Fasid bir əqidə. Vəl-hasil ennəhum qassaru ma'nil iradə alə iradəti şər'iyyə. Çünki onlarda bu bölmələr yoxdur. Şər'i iradə, kövni iradə və avtomatik bütün iradələr bunlarda şər'i iradəyə çevrilib. Özlərindən xəbər olmadan. Aydındır. Və nəfu iradəl kövniyyə. Və avtomatik kövni iradəni inkar eləmiş olublar xəbərlər olmadan. Yəni cahillər. Fəza'amu ennəl abd mustaqillun bil-iradəti vəl-fi'li. Belə zənn etdilər ki, bəndə öz əməlləri ilə, iradəsi ilə tamamilə müstəqildir. İstədiyini yapır, yaradır və Allah Teala bundan xəbər olmur ta ki yapıb yarınca. Aydındır. Subhanallah amma yəqulun uluvan kəbira. Və ma da'an nususul məşiyyəti sarihati fi enne ma şa'allahu kan və ma lam yasha lam yakun indahum. Yaxşı, elə isə kitab və sünnət yolu ilə, hədislər yolu ilə gələn bu qaydanı qabağında onlar nə cavab verə bilirlər? Məşə Allahu kan. Kitab və sünnəyə baxdıq və hədsiz çox, yəni dəlillər gördük ki, məşə Allah kan. Nəyi ki Allah istəyib o olub və nəyi ki istəməyib o olmayıb. İndi o dəlillər gələcək. Fikir verin. Laqad zahabu fi nususul məşiyyəti ilə təvilha bi ma'nil əmr və təklif. Yəqulul qadi Abdülcəbbar. Burada ulemaların sözləri gələcək bu dəlillər haqqında. Ora girməmişdən qabaq əvvəlcə dəlillərə baxın. Dəlillərdən biri mən yeşə illahu yudlilhu və mən yeşə yec'alhu ala sıratın müstəqim. Kimi Allah Teala istəyirsə azdırır və kimi istəyirsə düz yola yönəltir. Bu açıq dəlildir. Bu ayəti avtomatik inkar eləmiş olurlar özlərinə xəbər olmadan. Aydındır? Bəlkə də xəbərlər var gəlsənlər. Əvvələhu bi-ənəhu yec'aləhu kəzəlikə fil-əxirə. Bu ayəti inkar eləməmək üçün, fikrə düşməmək üçün bunu təvil elədilər. Təvil yəni döndərdilər, fırlatdılar, çevirdilər, fəlsəfə ilə nə dedilər? Allah Teala azdırır axirətdə və düz yola yönəltir axirətdə. Elə isə ayətin nazil olmasına ehtiyac olmazdı. Əgər bu şeylər axirətdə baş verəcəksə, dünyada heç bir faydası yoxsa, elə isə bu ayətin xəbər verməsinə, yəni ayəsi nə idi? Axirətdə azdırma məsələsi sabitdir. Allah Teala'nın münafiqlər azdıracaq. Düzdürmü? Və s. Belə qəribə ehtiyac yoxdur. Yaxşı. Vəl-xulasa enne mu'tezilə məna'u ən yehdiyallahu men yeşə və yudil men yeşə. Xulasa odur ki, mü'tezillər Allah Teala'nın istədiyi kəsi düz yola yönəltməsini və istədiyi kəsi azdırması məsələsini inkar edirlər. İdil huda indahum maqsura ala hidayetid dallə vəl-irşad dunəl hidayət tevfiq. Çünki bu bədbəxtlərdə hidayət tevfiq və hidayət irşad məsələləri yoxdur. Siz bilirsiniz ki, Quran-Kərimdə hidayət məsələləri iki qismə bölünür. Biz bu məsələni hidayət tevfiq və hidayət irşad. Hidayət-i tövfiq o şeydir ki, Allah Teala orada hidayətin adını çəkir və orada özünü nəzər tutur. Necə ki Allah Subhanahu Taala deyir ki: "İnneke la tehdi men ahbabte, velakinnallaha yehdi men yasha." Ey Həbibim, qulum Muhammed, sən istədiyi kəsi hidayətə gətirə bilməzsən. Aydındır. Leysa aleyke hudahum, velakinnallaha yehdi men yasha. Onların hidayəti sənin əlində deyil. Allahdır istədiyini hidayətə çağıran. Buradakı hidayət Allah Subhanahu Taala'ya xas olan hidayətdir. Tövfiq hidayəsi. Allah Teala yəni müvəffəq eləməsi bir də var nədir? Hidayət-ül irşad. Və inneke la tehdi ila sıratın müstəqim. Ey Allahın elçisi, və sən də hidayət verirsən. Lüğəti mənası təbii ki. Yəni sən də düz yola yönəltirsən. Burada hidayət irşad mənasındadır. Yəni düz yol göstəricisən. Sən də ey Allahın elçisi düz yol göstəricisən. Hidayət öz mənası düz yol göstərmək və sənin mənasına gəlir. Aydındır? Və bunlarda avtomatik bu məsələ, bu təqsimat, hidayətin iki yerə bölünməsi məsələsi də yoxdur. Hidayəti bunlar yəni məsələsini əməli başda qasırıblar və bima ennehum qassarul hidayə ala hidayətid dalalə. Avtomatik bunların bütün hidayət məsələləri irşad, yönəltmə iradəsi üzərində bina olmuş olur. Aydındır? Və tövfiq iradəsi sanki bunlarda yoxdur nihayən. Və leysə hunaka hidayetul xas lil mu'minin amma qawlu ta'ala yudillu men yasha fahammalu indahum ala ma'na al-uquba al-ukhrawiyyə. Onda elə çıxır ki, möminlərin heç bir hidayət söhbəti bunlarında avtomatik olaraq yox olmur. Ancaq bu ayətlərin qabağında onlar nə ediblər? Yudillu men yasha, istədiyini azdırır. Nə edilər? Dedilər ki, yəni Allah Teala istədiyini azdırır, yəni cəza olaraq.
Ahirette. Aydındır. Yaxşı möminlər hara getdi? Möminlər məsələsi əgər hər şey ahirətdədirsə, hidayət verir, azdırır. Aydındır. Kafirlərin bəs hara getdi məsələsi? Hər şey ahirətdədirsə. Və s. Yəni əqidənin fasil olmasına gətirir, çıxardır. Fəhəulə əl-qavm leysə ləhum məsləkun illə məslək ət-təhrif və lə markab illə markab təvil. Və onların çıxış yeri yalnız fasid əqidə və təvildən ibarətdir. Aydındır. Və ləv ləm yəkun fi قولهم إلا مخالف للمعلوم بالضرورة قطعا عند سائر المؤمنين لكفى إذ كلهم مطابقون على أن ما شاء الله كان وما لم يشاء لم يكن فكيف بمخالفة قولهم لعشرات النصوص المشية إلى آخر كلام الشيخ. على كل حال خلاصة bu sözün mənası ümmət bilirsiniz ki ittifaq edib ki Allah Teala istədiyi olacaq və Allah Teala istəmədiyi olmayacaq və bunların bu inhirafı və ümmətlə, yəni ziddiyyatı onların fasid əqidəsi olmasını göstərir və onlarla dəlillərin qabağında bunlar nə cavab verirlər o şeylərdə ki Allah Teala istəməyi haqqında xəbər verib istədiyini azdırır və istədiyini düz yola yönəltir. Al-Allame İbn Qayyim rahimehullah, Şeyx İbn Qayyim sözləri həqiqətən qızınla yazılası sözlərdir. Rahimehullah deyir: "Və qad nazartu fi adillatil isbatil qadar." Deyir, qədəri isbat eləyən dəlillərə diqqət etdim, baxdım. Vurudda aləl qədəriyyə əl-məcusiyyə. Birinci burada fayda var ki, qədəriyyaları məcusi adlandırır o. İslamdan adlandırmır Şeyxülislam İbn Qayyim rahmetullah. Və deyir ki, məcusi olan bu qədərlərə, məhz qədər sözünün yanında məcusi demənin də məqsədi var. Yəni düşünməzsiniz ki, nədir? Onlar qədərə inanırlar. Əksinə, onlar məcusiyyə, yəni qədərə inanmayanlardılar. Aydındır. Və deyir ki, rudda aləl qədəriyyətil məcusiyyə fə izə hiyyə tuqaribu 500 dəlil. Nədir? Sabit olan dəlillərə baxdım. Sabit olan dəlillər nədir? Əl-Qatra kitab Allah subhanahu wa ta'ala və səhih isnadla kağıtdan hədislərə baxdım və gördüm ki, onların bu babdakı problemi var. Allah Teala'nın istəməklə azdırmaq, hidayəti məsələsində onların əleyhinə 500 ədəd dəlil var. Bir yox, iki yox, üç yox. Ya axir fadil 500 dənə dəlilin kəlmə nə deməkdir? Dindən heç nə qalmadı. La havle ve la kuvvete billah. Ve yekfina fil radd aleyhim delil vahid. Şeyh Salih Sindi hafizallah deyir ki, o dəlilləri zikr etməyə ehtiyac yoxdur. Bir dənə dəlil kifayət edir ki, bütün dediyimiz mövzu bu dəlilin içində cəm olmuşdur. Velakinnallaha habbaba ileykumul iman ve zeyyenehu fi qulubikum ve kerraha ileykumul kufra vel fusuqa vel isyana ulaika humur raşidun. Fadlan minallahi ve ni'meten vallahu alimun hakim. Aydındır. El-Hucurat surəsi. Yalnız Allahsa nədir? Sevdi, istədi. Neyi? İmanı sizin üçün və sizin qəlblərinizdə onu bəzədi. Və sizin üçün küfrü, fıskı və isyanı ikrah elədi. Onlardır düz yolda olanlar. Allah Teala'dan lütf olaraq və nimət olaraq. Çünki Allah bilən və hikmət sahibidir. Bu ayətin içərisində qədər babımızda götürdüyümüz bütün mərhələlər, bütün şöbələr avtomatik cəm olub. Aydındır. Ona görə ən güclü dəlillərdən biridir. Ennel hidayə mahdun minhu min Allah azze ve celle. Hidayət Allah subhanahu ta'ala'dan birbaşa özünün ondan gəlir. Və ma'a zəlikə fəqad za'amu ennel xitaba li sairin nas və enne ma'na habbə ey fa'ala ma ində habbel mu'min. Və bu ayəti də onlar təbii ki təvil ediblər və zənn ediblər ki xitab başqa insanlara aiddir və burada habbə başqa mənaya gəlir və belə bir şəkildə yəni vəziyyətdən çıxmaq istəyiblər. Və həzə abtulul batil. Və bu şübhəsiz ki batilin batilidir. Ya eyyuhellezine amenu in ca'akum fasiqun bineba'in fetebeyenu. Və deyir ki, siz buradan iman əhlini necə çıxardıb adi insanlara bunu nisbət edirsiniz? O zaman ki müəllif deyir ki, ayətin siyağına baxsaq, axarına baxsaq, ayət başlayır ya eyyuhellezine amenu. Ey iman edənlər, in ca'akum fasiqun. Əgər sizə fasiq bir nəbə xəbər ilə gələrsə, sonra ayətdən dalbadal Allah Teala həmin bu ayətin ardınca bu məsələləri qorur. Və a'lemu enne fikum Rasulallah. Bilin və ayə olun ki, Allahın elçisi sizin aranızdadır. Belə eləməsəydi, belə eləyərdi ilə axirli ayə. Sonra vələkinnəllah habbebe ileykum iman. Sonra bu ayətlərə gəlir. Aydındır. Ona görə iman məsələsi, iman əhlinin bu ayətdən çıxardıb və bu ayət iman əhlinə aiddir. Adi insanlara aiddir. Münafiqlərə, kafirlərə aiddir. Təvil etmənin heç qəti yeri yoxdur. Çünki ayətin siyağı bunu göstərmir. Və əmməl muxalafə əl-aql fə innəhu izə kənət iradətil insan mütəsaviyən li ihtimələyin fə immə ən yaxtarıl hidayə və immə ən yaxtarıl dalal fəmən الذي سيرجح أحد الاحتمالين على الأخرى فإن قالوا محض الإرادة قلنا محض الإرادة متساوية الجانبين فيلزم الترجيح بلا مرجح فهذا ممنوع ضرورة فلا بد إذن من مرجح الخارجي وهو الإرادة سبحانه وتعالى فالخلاصة
ennel mu'tezilə əthbətu el-iradətə şər'iyyə fəqat. Bütün şeyhin dediyi, yəni xulasa üzərində tamamlanır. Şeyh deyir ki, fəl-xulasət ennel mu'tezilə əthbətu el-iradə şər'iyyə. Mü'təzillər aydındır, onlardan başqalarından fərqli olaraq nəyi sadəcə olaraq qəbul edirlər? İradə şər'iyyə. Allah Taala'nın şəri istəməyini. Yəni Allah Taala istədi ki, biz namaz qılaq. Ancaq bunu istədilər, ancaq bunu qəbul edirlər. Yəni qədər məsələsində ancaq bunu qəbul edirlər. Və təkcə bunu qəbul etmək qədəri tamamilə inkar etməyə bərabərdir. Aydındır? Çünki qədər bölünməzdir. Qədər məsələsini bölsə, bir hissəsini qəbul etsə, digər hissəsini inkar etsə, avtomatik hamısını inkar etmiş olursan. Elə deyilmi? Fəqat əthbətu hidayətə dəlalə və irşad. Fəqat ona görə onlar irşad, hidayət yolunu göstərmə, yəni məsələsini yalnız qəbul edirlər, başqasını inkar edirlər. Və enkarul məşiyyətillah və enkaru hidayət tevfiq. Allah Taala'nın iradəsini, istəməyini tamamilə inkar ediblər və Allah Taala'nın hidayət onun əlində olmasını və istədiyi kəsi o yola, düz yola gətirməsi məsələsini inkar ediblər. Bura kimi bəsdir. İnşallah bi məşiyyətillah dərsi izləyin. Dərs hələndə davam edir. Və sallallahu alə nəbiyyinə Muhammedin və alə alihi və sahbihi əcməin.